Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Yaxın günlərdə bu bürcləri nələr gözləyir? Astroloqlardan maraqlı proqnozlar salam dəyərli izləyicilər. Bugün sizə astroloqların yaxın günlərlə bağlı diqqət çəkən proqnozlarından danışacağıq. Bildirilir ki, kosmik enerjilərdə baş verən dəyişikliklər bəzi bürclərin həyatında mühüm yeniliklərə və dönüş nöqtələrinə səbəb ola bilər. Xüsusilə Şir, Əqrəb və Qız bürcləri üçün qarşıdakı günlərin daha fərqli və yadda qalan keçəcəyi ehtimal edilir. Qeyd edək ki, astrologiya elmi baxımdan sübut olunmuş proqnoz üsulu deyil və təqdim olunan məlumatlar əyləncə və ümumi maraq məqsədi daşıyır. Bununla belə bir çox insan bürclərlə bağlı proqnozları maraqla izləyir və gündəlik həyatında bu məlumatlardan motivasiya mənbəyi kimi istifadə edir. İlk olaraq Şir bürcündən danışaq. Astroloqların fikrincə Şir bürcü nümayəndələri üçün yaxın günlər olduqca fəal və məhsulda keçə bilər. Bu dövr ərzində onların özlərini daha rahat ifadə etmələri və diqqət mərkəzində olmaları ehtimal olunur. Uzun müddətdir yarımçıq qalan işlərin tamamlanması üçün əlverişli şərait yarana bilər. İş həyatında yeni imkanların ortaya çıxması, rəhbərlik və idarə etmə bacarıqlarının daha qabarıq şəkildə hiss olunması mümkündür. Bundan əlavə sosial münasibətlərdə də müsbət dəyişikliklər gözlənilir. Dost çevrəsində və iş mühitində Şir bürcünün fikirlərinə daha çox önəm verilə bilər. Liderlik xüsusiyyətləri sayəsində onlar ətrafındakı insanları öz ideyaları ətrafında birləşdirməyi bacara bilərlər. Astroloqlar hesab edirlər ki, bu dövr özlənamı artırmaq və gələcək planları həyata keçirmək üçün münasib zaman hesab oluna bilər. İndi isə Əqrəb bürcü ilə bağlı proqnozlara nəzər salaq. Məlumatlara görə Əqrəb bürcü nümayəndələrinin intuisiya qabiliyyəti yaxın günlərdə daha da güclənə bilər. Onlar hadisələri və insanları daha dərindən analiz etmək imkanına sahib ola bilərlər. Uzun müddətdir gizli qalan bəzi məsələlərin üzə çıxması və həqiqətlərin aydınlaşması ehtimal edilir. Astroloqlar bildirirlər ki, bu dövrdə əqrəblər ətrafındakı insanların niyyətlərini daha asan anlaya bilərlər. Bu isə həm şəxsi münasibətlərdə, həm də iş həyatında daha düzgün qərarlar qəbul etməyə kömək edə bilər. Maliyyə sahəsində də müəyyən müsbət yeniliklərin yaşanacağı ehtimal olunur. Gözlənilməz gəlir, yeni əməkdaşlıq təklifləri və ya maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olacaq hadisələr baş verə bilər. Bununla yanaşı mütəxəssislər düşünülməmiş addımlardan çəkinməyi və hər qərarı diqqətlə qiymətləndirməyi tövsiyə edirlər. Gələk Qız bürcünə. Qız bürcü nümayəndələri üçün qarşıdakı günlər daha çox daxili rahatlıq və həyat nizamının bərpası ilə əlaqələndirilir. Son dövrlərdə yaşanan gərginlik və yorğunluq hissi tədricən azalaraq yerini daha balanslı və sakit əhval-ruhiyyəyə verə bilər. Astroloqların sözlərinə görə bu müddət sağlamlıqla bağlı yeni qərarlar vermək üçün münasib hesab olunur. Düzgün qidalanma, idman fəaliyyətlərinə başlamaq və zərərli vərdişlərdən uzaqlaşmaq istəyənlər üçün əlverişli şərait yarana bilər. Həmçinin gündəlik həyatın planlaşdırılması və vaxtın daha səmərəli idarə olunması istiqamətində mühüm addımlar atıla bilər. Qız bürcü nümayəndələrinin şəxsi inkişafla bağlı qərarlar qəbul etməsi, yeni biliklər əldə etməsi və həyat keyfiyyətini artırmağa yönələn fəaliyyətlərə üstünlük verməsi tövsiyə olunur. Bu dəyişikliklər uzun müddətli perspektivdə müsbət nəticələr verə bilər. Beləliklə, astroloqların proqnozlarına əsasən Şir bürcü üçün uğur və liderlik, Əqrəb bürcü üçün intuisiya və maliyyə imkanları, Qız bürcü üçün isə daxili harmoniya və sağlam həyat tərzi ön plana çıxır. Qarşıdakı günlərin bu bürclər üçün maraqlı hadisələrlə yadda qalacağı ehtimal edilir. Videomuzu bəyəndinizsə,